İki gün bundan əvvəl İranın keçmiş prezidenti, islahatçı siyasi cərəyanın lideri Məhəmməd Xatəmi Yəzd əyalətinə səfəri çərçivəsində yerli ictimai fəallarla görüş keçirib və həmin görüşdəki çıxışında ölkə həyatının müxtəlif sahələrinə dair fikirlərini bölüşməklə yanaşı, iqtisadi inkişaf baxımından İranı Türkiyə ilə müqayisə edərək deyib. Demək istəyirəm ki, Türkiyə bizim üçün nümunədir. Amma Türkiyənin bir qətrə də nefti yoxdur. Lakin bugün turizm və sənaye sayəsində bizdən çox irəliyə gedib. Bizim neftimiz var, onun yoxdur. Amma Türkiyənin turizmdən götürdüyü gəlir bizim bütün neft gəlirimizdən çoxdur. Halbuki bizim daha qədim tariximiz və turizmi inkişaf etdirmək üçün daha üstün potensialımız var. Xatəmi görünür siyasi rəqiblərinin hücumlarından sığortalanmaq üçün Türkiyənin İran üçün nümunə olduğunu söyləmək istəmədiyini bildirib. Amma faktiki olaraq bunu dilə gətirib və inkişafın Türkiyə modelini İrana nümunə göstərib. Daha əvvəl eyni müqayisəni İranın hazırki prezidenti Məsud Pezeşkiyan da aparıb. Ötən həftə Qərbi Azərbaycan əyalətinə səfəri çərçivəsində keçirdiyi görüşlərin birində Pezeşkiyan deyib: Türkiyənin nefti və qazı yoxdur. Yaponiya və Koreyanın da yoxdur. Onlar nefti alırlar, amma vəziyyətləri bizimkindən yaxşıdır. Yaşayışlar da çox yaxşıdır. Bizim neftimiz və qazımız var, amma acıq, çətinlik çəkirik. Necə ola bilər ki, həm neft, həm qaz sataq, həm də xalqımız çətinliklə yaşasın? Bunun günahı bizdədir. İslam Respublikası rejiminin yürütdüyü siyasətin nəticəsi olaraq İranda iqtisadi böhranın təzahürlərinin özünü daha aydın göstərdiyi və əhalinin sosial problemlərinin son dərəcə kəskinləşdiyi hazırki şəraitdə təkcə real düşünən siyasətçilər deyil, ayrı-ayrı ekspertlər və iqtisadçılar da İranın qonşusu və regional rəqibi Türkiyənin inkişaf təcrübəsini tez-tez nümunə göstərirlər. Məsələn, bu ayın əvvəlində İrana qarşı tətik mexanizminin işə düşməsi, yəni BMT sanksiyalarının bərpa olunması ilə əlaqədar olaraq Türkiyənin də həmin sanksiyalara qoşulması və bəzi İran şirkətlərinin hesablarını bloklaması İranda müəyyən radikal dairələr üçün Türkiyə əleyhinə təbliğatı qızışdırmaqdan ötürü bəhanəyə çevrildi. Türkiyə İrana xəyanət etməkdə, müstəqil siyasət yürütməməkdə, Qərbin yedəyində getməkdə ittiham olundu. Lakin bir sıra İran ekspertləri bu kontekstdə Türkiyəni tamamilə fərqli yöndən və İran üçün nümunə kimi təqdim etdilər. Belə ki, tanınmış iqtisadçı, İqtisadi Fəallar Assosiasiyasının qurucusu Hamid Paktinət Türkiyənin dünyada ilk yerlərdə olduğu müxtəlif sahələri qeyd edərək yazıb: Türkiyə təkcə turizmdən ildə 62 milyard dollardan çox qazanc əldə edir. Unutmayaq ki, İranın ümumi illik neft gəliri 40 milyard dollardır və bunun tətik mexanizmindən sonra hansı rəqəmə enəcəyi məlum deyil. Türklər hava və dəniz nəqliyyatından İranın neft gəliri qədər qazanc əldə edirlər. Onlar İranın neft gəliri qədər geyim və maşın ixrac edirlər. 40 il əvvəl Türkiyə və İranın adam başına düşən ümumi daxili məhsulu demək olar ki, eyni idi. Hətta İranda bir qədər yüksək, 2400 dollar idi. Bugün Türkiyənin ümumi daxili məhsulu İranın ümumi daxili məhsulundan 3 dəfə çoxdur və adam başına düşən gəliri 15.000 dolları keçib. İranın ən vacib problemi isə ölkə əhalisinin 70%-dən çoxuna nağd subsidiyalar verməkdir. Çünki əhalinin demək olar ki, eyni miqdarı gündəlik xərclərini ödəyə bilmir. Jurnalist Səlahəddin Xədif İran 21-ci əsri də əldən verəcəkmi başlıqlı məqaləsində dünyanın 95 trilyon dollarlıq iqtisadiyyatının 40 trilyonunun Asiya ölkələrinin payına düşdüyünü vurğulayıb və bunun yalnız 1%-nin İrana aid olduğunu qeyd edərək yazıb. Türkiyə 1,3 trilyon dollarlıq iqtisadiyyatı ilə Asiyanın 6-cı gücünə çevrilib. İran isə 434 milyard dollarla Asiyanın kasıb ölkələri sırasında yer alır. Hesabatlar göstərir ki, sanksiyalar İran iqtisadiyyatına ildə 120 milyard dollar ziyan vurur. Bu rəqəmi 11-ə vursanız, Türkiyə iqtisadiyyatının həcmi alınar. Yəni İranın fəlakətə düçar olmuş iqtisadiyyatı 11 il ərzində təqribən Türkiyənin ümumidaxili məhsulu qədər itkiyə məruz qalıb. Jurnalist daha sonra İran iqtisadiyyatının əsas probleminə diqqəti yönəldərək əlavə edib. Amma sanksiyalardan daha betər məsələ artıq milli sərvətlərin qarət olunması həddinə çatmış dağıdıcı korrupsiyadır. Məhəmməd Xatəmi də qeyd olunan çıxışında deyib: Ölkədə bir hökumət və bir iqtisadiyyat olmalıdır. Dünyanın başqa ölkələr üçün qəribə görünə biləcək bu fikir İran siyasi-iqtisadi reallığının eybəcərliyini əks etdirir. Belə ki, ölkə iqtisadiyyatının yarıdan çoxu hökumətin deyil, hökumətə tabe olmayan Sepahın ixtiyarındadır. Böyük iqtisadi və maliyyə resurslarına nəzarət edən, dövlət büdcəsinə vergi ödənməyən müxtəlif dini ideoloji fondlar da hökumətə deyil, ali rəhbərə tabedir. Bu da hökumət rəhbərlərinin, o cümlədən hazırki prezident Məsud Pezeşkiyanın iqtisadi vəziyyəti yaxşılaşdırmaq səylərini heçə endirir. Problemin kökünü bilməyən sadə vətəndaş isə prezidenti öz vədlərini yerinə yetirə bilməməkdə suçluyur. Oktyabrın 16-sında İsfahan şəhərində ölkənin təhsil işçiləri ilə görüşdə İran prezidenti bu məsələyə işarə edərək ölkədəki ağır sosial-iqtisadi vəziyyətin bilavasitə yarıtmaz idarəçiliyin nəticəsi olduğunu vurğulayıb və deyib: Bunun günahı Amerikada deyil, təqsir özümüzdə idarəçilər, vəzifəli şəxslər, siyasətçilər və qanunvericilərdədir. Əgər
işlərdə uğur qazanırıqsa, bu düzgün idarəçiliyin bəhrəsidir. Əgər uğursuzluğa düçar oluruqsa, yenə idarəçiliyin nəticəsidir. İdarəçilik elmi deyir ki, hər hansı qurumun müvəffəqiyyət və ya məğlubiyyətinin 90%-i idarəçiliyə bağlıdır. Zamanında Məhəmməd Xatəmi, indi də Məsud Pezeşkiyan məhz mövcud rejimin yaratdığı yanlış idarəçiliyin aradan qaldırılmasına çalışsalar da, bu cəhdlər bir tərəfdən Sepahın, digər tərəfdən də mühafizəkar dairələrin, ilk növbədə ölkənin ali rəhbəri Ayətullah Əli Xameneyinin müqaviməti ilə qarşılaşır. Praqmatik düşüncəyə malik siyasətçilərin Türkiyə nümunəsinə istinadı da bu yolun yanlışlığını əsaslandırmaq və uğurlu inkişaf modelinin əyani təcrübəsini göz önünə gətirmək məqsədi ilə edilir. Xameneyi isə bu nümunəyə və ölkənin düşdüyü acınacaqlı vəziyyətə məhəl qoymadan bir çıxışında artıq zirvəyə çatmaqda olduqlarını bəyan edib. Mövcud reallıqla əsla uzlaşmayan bu bəyanat indi İran əhalisi arasında lətifəvari bir deyimə çevrilib.